Natiq, xoş gördük. Yaxşı ki gəldin. Bilirsən, bir tanışım var. Təzə açdığı klinikasının reklamını hazırlamaq istəyir. Amma tibbi xidmətlərin reklamı ilə bağlı qaydalarda çaşıb qalıb. Maraqlıdır. Nə reklam eləmək istəyir? Süni mayalanma və hamiləliyin süni pozulması xidmətlərini. Vəfa, zarafat eləyirsən? Yaxşı ki soruşdun. Bu xidmətlərin reklamı qanunla qadağandır. Doğrudan? Hansı məhsul və xidmətlərin reklamı qadağandır ki? Bax, məsələn, həkim resepti ilə satılan dərmanlar, dopinq vasitələri, tütün məmulatları, qumar oyunları və s. Bunları bildim. Bəs lisenziyası olan məhsulları necə reklam etməliyik? Lisenziyalı məhsulların reklamında mütləq lisenziyanın nömrəsi, verilmə tarixi və verən qurumun adı göstərilməlidir. İşte bəs bu qaydaları pozsaq nə olar? Reklamı qadağan olunan məhsulların reklam edilməsinə görə qanunvericilikdə məsuliyyət nəzərdə tutulub. Axı bu cür qanunsuz reklamlar hələ də var. Görəndə bunu hara bildirək? Anti-inhisar və istehlak bazarına nəzarət Dövlət Agentliyinə müraciət eləyə bilərsən. Çox sağ ol. İndi tanışıma izah edərəm ki, başqa xidmətlərini reklam etmək olar, amma bu ikisini yox. Hüquqlarını bil və tələb et.